Limon suyu ilə bank soymaq. 6 yanvar 1995-ci il. Bu iki adam günün günorta çağı Pittsburgh şəhərinin ortasında üzləri açıq formada iki bankı soydular və bankın qapısından çıxıb sərbəst formada evə getdilər. Bir neçə gün sonra polis adamların qapısını döydü və onları həbs etdi. Soyğunçular şokdaydı. Adamlardan biri polisdən onları necə tapdığını soruşdu. Polis ona təhlükəsizlik kamerası görüntülərini göstərdi. O gözlərinə inanmırdı. MacArthur Wheeler adlı bu adam qışqıraraq axı üzümə limon suyu sürtmüşdüm deyirdi. Polislər əvvəlcə heç nə başa düşmədi. Sonra məlum oldu ki, soyğunçulardan biri televizorda limon suyu ilə bağlı bir fakt eşidib və onu səhv başa düşüb. Üzünə limon suyu sürtüb və Polaroid kamera ilə öz şəklini çəkib. Səbəbi bilinməyən bir texniki problemə görə onun üzü fotoda görünməyib. Wheeler limon suyunun həqiqətən işə yaradığına inanıb. Bu qəribə və absurd hadisə psixoloq David Dunning və Justin Kruger'in diqqətini çəkib. Onlar öz bacarıqlarını və biliklərini həddindən artıq yüksək qiymətləndirən insanların əslində nə qədər səriştəsiz olduqlarını anlaya bilməməkləri ilə bağlı elmi araşdırmalar aparıblar. Bu problem elmdə Dunning-Kruger effekti adlanır. Özünə inanmaq yaxşıdır, amma reallıqdan uzaqlaşmağın sonu uçurumdur.